Özümüzün dilimiz var, Azerbaycan dili. Ve çok da güzel dilimiz var. Çok zengin dilimiz var. Çok böyle lezzetli dilimiz var. Benim için Azerbaycan dili her şeyden azizdir. Milletin milliliğini saklayan onun dilidir. Her bir dile mən hörmət ehtiramını bildirirəm. Ama öz dilimizlə, Azərbaycan dili ilə hesab edirəm ki, hər birimiz fəxr edərik. Çünki bu zəngin dildir. Dünyada artıq tanınmış dildir. Ana dili əsas faktordur və ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir. Dil hər bir xalqın tarixi keçmişi, bugünü və gələcəyini yaşadan, onun milli mənliyini təsdiq edən böyük bir varlıqdır. Bu baxımdan Azərbaycan dili özünə məxsusluğu və zənginliyi ilə seçilən nadir dillərdəndir. Sözsüz ki, dil ünsiyyət vasitəsi olmaqla bərabər ictimai hadisədir. Bu baxımdan onun inkişafı, nüfuzu bilavasitə dövlətçiliyi ilə sıx bağlıdır. Xalqın taleyinin tərcümanı olan ana dilimiz zaman-zaman təzyiqlərlə, təhdidlərlə üzləşib. Bütün bu niyyətlərə, yasaqlara dözüb və bu günümüzə gəlib çatıb. Bu baxımdan ümumilli lider Heydər Əliyev ötən əsrin 70-ci illərində, daha sonra müstəqillik dönəmində onun nüfuz qazanmasına misilsiz xidmət göstərdi. Dilimizin hər tərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir deyən Ulu Öndər Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi tədqiqat materialları və kitablar nəşr olunmuşdu. Dahi rəhbərin siyasi hakimiyyətə ikinci qayıdışından sonra da Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdı. 2001-ci ildə Ulu Öndərin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərmanı ilə ölkəmizdə bütövlükdə Kiril əlifbasından Latın qrafikasına keçilib. Ana dilimizi, milletimizin dilini hakim dil etmişik ve bütün dünyaya nümayiş ettiririk ki, dünyada Azerbaycan halkı var, Azerbaycan milleti var, Azerbaycan medeniyeti var ve bu halkın doğma ana dili, devlet dili, Azerbaycan dili var. Doğma dilimizə, milli mənəvi dəyərlərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyevin liderliyi ilə bu siyasət getdikcə yeni məzmun qazandı. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması, Azərbaycan dilinin heyrətamizliyini ifadə edən ədəbiyyatların çapı bunun əyani sübutudur. Azərbaycan dilinin saflığının qorunması və dilin düzgün tətbiqi olduqca əhəmiyyətlidir. Bunun üçün kütləvi təbliğat və xüsusilə də gənclər arasında mütaliənin genişləndirilməsi önəmlidir. Təbliğat üçün kütləvi informasiya vasitələri, saytlar və televiziya, radio məkanı daha aktiv olmalıdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin qarşısının alınması məqsədi ilə Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı xüsusi önəm daşıyır. Dəyərli və zəngin sərvətlərimizdən biri olan dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin mühüm vətəndaşlıq borcudur.